olmuşam. Keçən il botoks eləmişəm. Hı hı. Bir dəfə də plazma eləmişəm. Hı hı. Başqa heç nə yox. Başqa eləmişəm. Onlar mən sizə deyim, sizə nə lazımdır? Aha. Çünki üzünüz o qədər kosmetoloji procedurlara yəni lazımlıdır ki, düzdür, yaşınız azdır. Yaşınızı da yəni verirsə, yəni 43 ilə 43 verirsiniz. Amma yəni mən daha sizi gənc eləyə bilərəm. Məsələn, ilk növbədə birinci çox istəyirəm sizə botoks eləyəm. Yəqin ki, bunu siz özünüz də istəyirsiniz. Qaş arası, alın və göz ətrafı dərin, çapıqlı mimik qırışlarınız var. Botoksdan sonra çox istəyərdim, dəhşətli dərəcədə göstərişlisiniz, ceyran göz eləyərdim sizə. Sizi dəhşət dəyişə bilərəm, yəni elə bir ki... Qorxuram mən başıma. Niyə qorxursunuz? Bilmirəm, birdən nəsə bir şeylər olar. Ümumiyyətlə, proseduralardan çox qorxanam. Amma bir dəfə artıq botoks eləmişsiniz. Bir qorxusu oldu. Qorxusu deyəndə çox tutmur məndə elə bil ki. Tutub tutmamaq o başqa, o dünyanın problemidir. Əsas nəticədir. Yəni, deyirsiniz, qorxuram. Yəni, qorxulu bir nəsə oldu həyatınızda. Yox, elə bir şey olmadı. Qorxulu bir şey olmadı. Plazma da eləmişsiniz. Eləmişəm. Plazmanın necə, nə effektini gördünüz? Biraz heç olmasa sivej oldu da. Bu tərəvət oldu. Aydındır. Göstərişsiz gicgah dolgusuna 2 qram gicgaha ehtiyacınız var və hər tərəfə 1 qram, 1 qram. Yəqin özünüz də görürsünüz, sizin qaşlarınız və gözünüz belə aşağıdır. Bəli, yəni, ola bilər kiminsə bu xoşuna gələ bilər. Bəli, mən sizdən çox razıyam ki, siz təbii görsənirsiniz. Amma indiki bu standartlara uyğun gedəndə, biraz faysaqlı şəkil çəkdirəndə, biraz nələrsə, istəyirsiniz ki, elə olmaq. Məsələn, bir dəfə şəklimizi düzəldəndə, ikinci dəfə şəkili adi formada istifadə etmirik, deyirik, yox, qoy biraz nəsə şəkilə feysaq verir, daha adama priyatlı gəlir. Və indi də bunlar hamısı əlimizdədir, o şəkilə düzəltdiyimiz kimi həyatda da üzləri, məsələn, düzəldə bilirik. Mən çox istəmərəm, çox bir şeylər sizə məsləhət görmərəm. İncə bir toxunuşlarla üzünüzdə fərqlilik yaratmaq olar. Azıcıq sizə 1 qram ağız ətrafı dolğu məsləhət görürəm. İstəsəniz, yəni öz fikrinizdir, dodaq. Dodaq niyə? Çünki görürəm hal-hazırda kontur çəkmişsiniz. Amma silsə, yəqin ki, orada heç nə balacadır, qırışdır. Amma siz onu razılaşsaz, 1 qramla mən onu düzəltsəm, hazırdakı, məsələn, konturlu dodağı həyatda sizə verə bilərəm. Avalınız mükəmməldir, öz avalınız çox xoşuma gəldi, çənəniz də çox qəşəngdir. Bir də dəriniz üçün nəmlənmə istəyərəm eləmək. Görürəm ki, hal-hazırda makyajınız üzünüzdə oturmur və siz güldükcə üzünüzdə xırda, nazik bir qırışlar görsənir. İstəyərəm ki, sonunda da çox gözəl bunu nəmləndirək, parıldadaq, qidalandıraq, vitamin kompleks, başqa bir şey yox. Sonra gedişat elə eləyəcək ki, oraya gördükcə nələrsə ortaya çıxa bilər də, yəni istəyə bilərsiniz. Amma ilkin addım kimi bu dediklərimi eləsəniz, üzünüz çox gözəl olur.